Bugün bu maraqlı suala cavablandırırıq ki, qrip infeksiyası həqiqi, daha doğrusu təbii bir xəstəlikdirmi, yoxsa laboratoriya şəraitində yaradılmış və əhalinin canına buraxılmış virusdurmu? Ümumiyyətlə, bir neçə mənbədən araşdırma elədim və gəldiyim son nəticə bundan ibarətdir ki, qrip virusu təbii xəstəlikdir. Ən azından bunu əksinə iddia edən bir mənbə tapmadım. Və hətta tarixdə müxtəlif dönəmlərdə qrip infeksiyasının viruslarının yaratdığı epidemiyalardan və pandemiyalardan danışılır. Ümumiyyətlə, bu virusun 4 dənə əsas növü vardır. A, B, C, D. İnfluenza virusudur, belə deyim ki, xəstəliyi törədən. Və bu virusun 4 növündən ən qorxmağımız gərəkən, yaxud da ən çox böyük pandemiyalara səbəb olan influenza A virusudur. Influenza B virusu isə pandemiyalara səbəb olmur, daha çox epidemiyalara səbəb olur. Bunun fərqi odur ki, yəni epidemiyanı düşünün, məsələn, qısa bir region daxilində, yaxud da maksimum bir ölkə daxilində, amma pandemiya artıq bir neçə ölkəni, hətta qitəni, materiki öz əhatəsinə ala biləcək bir təbii fəlakət və yaxud da xəstəlik fəlakəti kimi düşünə bilərsiniz. İnfluenza C insanda çox da güclü bir yüngülvari qrip göstərir, amma D forması isə demək olar ki, insanda xəstəlik törətmir. Yəni, ən çox qorxmamız və yaxud da ehtiyat etməmiz gərəkən tip A və B-dir. Və bir problem də var bu viruslarla bağlı. Bunların yaratdığı qrip xəstəliyi çox sürətlə yayılmasından əlavə, həmçinin də bu virusların bir özəlliyi var ki, bunlar tez-tez mutasiya göstərirlər. Yəni, öz strukturlarını tez bir zamanda dəyişə bilərlər. Məsələn, keçən il bir ştamı ilə, bir mutasiya ilə yoluxurduqsa, bir mutasiya bizdə xəstəlik törədirdisə, növbəti tamam yeni bir mutasiya yarana bilər və onunla xəstələnə bilərik. Buna görə də hər il düşünülür ki, yəni bəzi mənbələrdə qrip infeksiyasına qarşı peyvəndlər edilməsi məsləhət görülür. Çünki bu il aldığımız peyvənd gələn ilki mutasiyaya qarşı bizə kömək etməyə bilər. Və bir nüans da vardır bu viruslarla bağlı ki, bunu da bilməkdə fayda var ki, bu virusların rezervuarı əsasən vəhşi çöl quşlarıdır, məsələn, ördəklər, qazlar kimi və bundan əlavə donuz və insan da bu xəstəliyin rezervuarı ola bilər. Yəni, bu xəstəliyin, belə deyək ki, virusları, törədiciləri həmin bu sadaladığım orqanizmlərdə məskunlaşır və bu orqanizmlər vasitəsilə insana yoluxa bilər. Ona görə də hər bir halda ehtiyatlı olmaq lazımdır, çünki bu virus infeksiyası yeri gələndə çox güclü pandemiyalara səbəb olur və yaxud da epidemiyalar törədir. Buna görə də müəyyən tədbirləri almaq, xəstəliyə yoluxmamaq çox önəmlidir.